Boks səndə nələr dəyişib? Mənim 17 yaşım var. Əvvəl çox veyllənib eləyirdim, vaxtımı boşa keçirdim də. Boksdan sonra vaxtımı daha səmərəli keçirirəm. Başqa? Başqa heç nə. Heç nə dəyişməyib. Mən klassik cavab verməyəcəm. Boks məndə ilk olaraq döyüşməyi öyrənməyi dəyişdirdi. Əvvəllər necə deyim, o deyil idi də yəni. Nə idi? Yəni döyüşə bilmədim də yəni ki, o boksa gələndə başa düşdüm ki, döyüşə bilməmişəm də yəni. Hər insan zəifdir. Boksdan sonra başa düşürsən ki, yəni öyrənirsən yəni döyüşməni, bilirsən döyüşməni. Sənin neçə yaşın var? 17. 17. Sənin neçə yaşın var? 14 yaşım var. Boks mənə çox şey dəyişdi. Həyatımın disiplinə qoydum, yeməyi düzləyirəm. Boş-boşuna vaxt xərcləmirəm. Yəni 2000 dəfə pres vurmaq öyrəndim. Aha, başqa? 15 dəfə tonik vurmaq öyrəndim. 2000 dəfə pres vurursan sən. Bəli. Elə bir biraz pülüysən amma emin. 13 yaşım var. Boks mənə çox şey dəyişdi. Vaxtımı səmərəli istifadə edirəm. Vaxtını yatıram, vaxtını dururam. Başqa nələr dəyişib? Disiplinamı artırdı boks. Başqa? Başqa əzmkarlığı. Ay, sağ ol, canavar. 13 yaşım var. Boks məndə disiplinli dəyişdi. Vaxtımı daha səmərəli istifadə edirəm. Öz Başqa? güvənim daha da çox artdı bura gələndən sonra. Başqa? Sonra pis vərdişlərdən uzaq durdum. Pis vərdiş məsələn nə idi? Əv- Qızlardan.